Guinness-in rekordlar kitabına düşən bəzi maraqlı rekordlar part 1. Deməli, dünyanın ən elastik insanı. Britaniya əsilli Gary Turner Fantastik Dörtlük filmindəki çevik insanın əsl versiyasıdır. Onun dərsi o qədər elastikdir ki, 15,8 santimetrə qədər uzanır. Gary'nin inanılmaz elastikliyi Ehlers-Danlos sindromu kimi tanınan nadir bir xəstəliklə bağlıdır. Xəstəlik oynaqların həddindən artıq hərəkətliliyinə və dərinin də həddindən artıq uzanmasına səbəb olan genetik bir xəstəlik kimi tanınır. Dünyanın ən geniş ağızlı insanı. Yəni, loru dildə desək, dünyada ən yekə ağıza sahib insan Francisco Domingo Joaquim'dir. Onun ağzının eni, təsəvvür edin, 17 santimetrdir. Yəni, buna görə adam rekordlar kitabına düşüb. Bu adam yeməyi necə yeyir, çox maraqlıdır. Ağız demişkən burun da yada düşür. Deməli, yaşayan ən böyük burunlu insan, dünyanın ən uzun buruna sahib insan Artvinli Mehmet Özyürəkdir. Canlı insanda ən uzun buruna sahib olan Özyürəyin burnu 18 mart 2010-cu ildə İtaliyanın Roma şəhərində Lascaux dei Records'da ölçüləndə 8,8 santimetridir. Bu tip videoların davamı da gələcək. Ona görə də videomu bəyənsəz və səhifəmizdəsə çox şad olaram.